Köhnələr, sabahınız xeyir olsun. Səhər-səhər Hüseyin Cavid parkındayam. Biraz idman edirəm. Çalışıram qan dövranını yaxşılaşdırmaq ki, beyin dövranı da ondan da yaxşı işləsin. Çoxumuz gəlirik bu parkda. Otururuq, əylənirik. Ne bilim, Hüseyin Cavid prospektindən istifadə edirik, gedirik, gəlirik. Amma mən belə baxıram deyəsən, cavanların arasında yavaş-yavaş beyninin silmə prosesi gedir. Heç çoxunun heç xəbəri yoxdur deyəsən ki, Hüseyin Cavid kim oldu. Dedim bir kısa bir video çağ çekim bu barədə ki, bəlkə cavanlar da görər, bilməyənlər bilər də ki, Hüseyin Cavid bizim, nəinki bizim, dünya ədəbiyyatının çox önəmli şəxslərindən biridir. Xüsusən də yəni Türk dövlətlərinin, türkçülük özlərini türklərə aid olan dövlətlərdən gedir. Yəni Türk ədəbiyyatından. Onun da çox böyük əsərləri olub. Məsələn, onun ən böyük, önəmli əsərlərdən biri Əmir Teymur haqqındadır. Topal Teymur. Əmir Teymur da bildiyiniz kimi də yəni Türk dünyasında çox böyük bir sərkərdə olub da. Yəni o miqyada sərkərdəmiz Türk dünyanın, yəni bizim Türk dünyamızın olmayıb. Amma onu yadınızdan çıxartmayın. O adətən bilirsiniz kimə aiddir? O yaşlılar var ya çoxsu ki, Sovet belə, Sovet hələ, Sovetin dövründə ne bilim kalbasa falan qiymət idi. Sovetin dövründə falan şey verirdilər bizə. Sovetin dövründə ev verirdilər. Bir dənə sözüm onlara da ki, yadınıza çıxartmayın ki, Sovet sizə ne verib, ondan qabaq hamısını sizlərdən də alıb. Yəni sizin əcabətinizdən alıb, sonra sizə başlayıb xırda-xırda qəpik quruş atmağa. Başa düşürsünüz? Adı heç vaxt yadınızdan çıxartmayın ki, Sovet dövləti bizi zəbt eləyəndə bolşeviklar tek 20 ilə 21-ci ilin ərzində, yəni 1 ilə, hətta mən sizə deyim, daha təxmini olaraq 9 aya Azərbaycanımızın 69 polkovnikimizi məhv eləyib, edam eləyib, 21 də generalımızı. Siz başa düşürsünüz, yəni bir dövlət üçün 69 general ne deməkdir? Daha doğrusu 69 polkovnik yaxud da 21 general, o hindi diye kime daş atırsan gedir general olur, polkovnik olur. Yəni çox şeylərin ucuzlaşıblar artıq. Qiymətlər baxalaşa insanların mənəviyyəti, insanların dəyəri ucuzlaşır. Yəni o vaxtın polkovnikları, generalları tamam başqa bir söhbət idi. Neysə, qeydə yuna ki, hələ Hüseyin Cavid də sürgün olub da. Hüseyin Cavid'in boynunu həstirdilər, qoysunlar ki, sən anti-Sovet propagandası aparırsan, Sovet dövlətinə qarşısan. Amma bunu eləyə bilmirdilər. Çünki Hüseyin Cavid doğrudan da həqiqətən çox iradəli bir insan olub. Heç cürünə o ittihamları boynuna qoya bilmədilər. Amma axır ki, neysə tapdılar. Onu o vaxtı sürgün elədilər. İrkutsk vilayətinə harası? Tayqa, yəni ki, çox böyük meşə massivləri olan yerə. Orada da ki, taxta emalında çalışırdı. Sonra da bir müddətdə rəhmətə getdi. Xəstələndi, əziyyətlə rəhmətə getdi. Orada olan dövrdə onun heç valideynlərinə, ailə üzvlərinə, üzr istəyirəm, valideynləridim, ailə üzvlərinə heç şərait yaratmırlar ki, gedib Hüseyin Cavidi görə bilsinlər. Sonra isə hələ o zamanlar Heydər Əliyevin təşəbbüsü ilə Hüseyin Cavidin nəşi tapıldı. Orada özdəki onun nəşini tapmaq üçün Heydər Əliyev o vaxt öz nüfuzundan, öz şəxsi nüfuzundan istifadə etmişdi və bura KGB SSR-yə məxsus olan xüsusi xidmət orqanlarının əməkdaşlarını cəlb etmişdi və bunun nəticəsində Hüseyin Cavidin nəşi tapıldı. Azərbaycana köçürüldü və 82-də səhv eləmirəmsə Naxçıvanda dəfn oldu. Onu deyim ki, mən dedim demədim əvvəlinin videonu, özüm də yadımdan çıxdı.
Hüseyn Cavid Əfəndi 1881-ci ildə hələ Naxçıvanda anadan olmuşdu. 82-də də orada dəfn oldu. 2000-ci ildə də orada onun bir tubəsi ucaldı. Onu demək lazımdır ki, hələ bu da Heydər Əliyevin təşəbbüsü ilə. Yəni bax belə bizim daxilərimiz olub, biləsiz. Və çox sizdən xahiş edirəm, başa düşürəm, çoxlarının xatirəsi var Sovet dövrü ilə. Harada fırlansaq biz öz gəncliyimizi bir hissə yaşadığımız vaxtı silə bilmərik. Amma hər dəfə bu Sovetin kalbasasından fikirləşəndə qoy heç olmasa sizin ağlınıza bizim sürgün olan alimlərimiz, ədəbiyyatçılarımız, yazarlarımız, yazıçılarımız, polkovniklarımız, generallarımız gözümüzün qabağına gəlsin. Bu qədər. Sabahınız xeyir olsun. Bir də Hüseyn Cavid Parkından qəlbdən qəlbə.